Salam mənim dəyərli Şamxal Ağəməli oğlu adlı YouTube kanalımın dəyərli və sevimli izləyiciləri. Bu günlərim bizim xəyallarımın ardınca verilişinin növbəti buraxılışından sizləri salamlayıram. Bildiyiniz kimi mənim dəyərli dostum, dəyərli sevimli qardaşımız Ağəli bəy Alışov, peşəkar boks üzrə Azərbaycanın ilk və hələlik yeganə Avropa çempionu olan Ağəli Alışovun yenə gözəl bir təşəbbüs irəli sürüb. Bugün artıq onun özü yox, onun tələbələri ringdə o sözünü deyəcək. Almaniyada Azərbaycanı, millətimizi təmsil edir. Köln şəhərində Panter Gym İdman klubunda yarışımız da məhz Dəmir Yumruq adlı yarışdır. Yarışımız da bax belə adlanır, Dəmir Yumruq. Thai Kick Boxing Panter Gym və burada soydaşlarımız yığılıb. Hələ ki yarışa var. Saat 5-də olacaq. Soydaşlarımızı salamlayırıq. Nuş olsun sizlərə. Dəyərli dostlarımız buradadır. Qardaşlar, Ağəli qardaşımız buradadır. Salam əziz dostum, necəsən? Hər zamanki kimi şık və gözəlsən və hər zamanki kimi öndə gözəl təşəbbüs irəli sürmüsən. Buna görə də sənə təşəkkür edirik. Qərib ölkədə soydaşlarımızı, Azərbaycanımızı layiqincə təmsil edirsiniz və mən birazdan inşallah səninlə xüsusi bir söhbət edəcəyik. Uğurlar. Və bu da bizim zalımız. Bizim döyüş zalımız bax belədir dostlar. Eşkin salam. Xoş gördük əziz qardaşım. Uğurlar. Qarabağ Azərbaycandır. Sağ olasın. Ulu Öndər Heydər Əliyevin fotosu. Bizim Məhəmməd qardaşımız bu kubok üçün vuruşacaq. Kubok üçün vuruşacaq. Təşəkkürlər Türkiyəli qardaşlar. Bu da bax bizim soydaşımız İzzət qardaşımız bu kəmər üçün də vuruşacaq inşallah. Dostlar, bir də zalın ümumi görünüşü yuxarıdan bax belə bir gözəl görüntü sizlər üçün təqdim edirik. Hələ ki bizim Azərbaycanlarımız çıxmayıb, xüsusən də İzzət Aslanovun və Məhəmməd qardaşımızın döyüşü bizim üçün çox önəmlidir. Gecənin əsas döyüşlərindən biridir. Hə dostlar, demək hal-hazırda yarış iştirakçıları olan soydaşlarımızdan biri ilə bərabərəm və onun öz fikirlərini alacağım. Adı Tahir Kərimlidir. Tahir, salam qardaş, necəsən? Salam aleykum, hamınızı salamlayıram buradan Almaniyadan. İnşallah bugün sadəcə yaxşı nəticələr göstərəcəyik. Hamımız inşallah bir klubla, qızılı medalla buradan çıxacağıq. İnşallah. Gəlmişik burada ölkəmizi dəstəkləməyə. İlk öncə özün haqqında tam ətraflı məlumat ver. Neçə yaşın var? Neçə ildir məşğul olursan? Mən Kərimli Tahir, 20 yaşım var. Özüm Bakı şəhərindənəm. İndi məşq edirəm, 5-6 aydır məşq edirəm boks üzrə. Ondan qabaq belə MMA vuruşmuşam, amma indi boksa keçmişəm. Boks üzrə Almaniyada bizim bayrağımızı qaldırmaq istəyirəm inşallah. İnşallah, sənə uğurlar. İlk yarışındır boksdan yoxsa? Bəli, bugün ilk yarışındır. İlk yarışındır. Təəssüratlar necədir? Həyəcan var? Allah, həyəcan yoxdur, sadəcə qələbə. İnşallah bilirsən də yarışımız Dəmir Yumruq adlanır. Ona görə də bu xüsusi bir önəm daşır və bu döyüşdə inşallah ki sən qalib olacaqsan. Fərqi yoxdur hər bir halda. Elə sənin bu şücaətin, sənin cəsarətin hər bir halda bizə xoşdur, bir Azərbaycanlı olaraq qəribdə. Sənə uğurlar arzulayıram. İnşallah səndən qələbə gözləyirik. Allah səndən olsun, Allah sənin köməyində olsun. Çempionsan. Öpürəm. Təşəkkürlər. Var ol Tahir. Növbəti döyüşəcək soydaşımızı da sizlə təqdim edeyim. Əli, lap yaxşı. Əli, familiyan? Güney Azərbaycandan Nuri. Nuri, çox gözəl. Güney Azərbaycan. Salam olsun. Salam, sağ olasın. Necəsən, necə hazırlaşmısan yarışa, təsiratların? İlk öncə özün haqqında onu danış. Neçə yaşın var, neçə ildir bu idmanla məşğulsan? 29 yaşım var. Maşallah. Öncədən elə Təbrizdə konçla məşğul olmuşam. Maşallah. Üst dövlət falan. Ukraynada təəssüf ki, vaxt olmadı belə. Hə. Amma burada da yenə əlim tanıyan boksla məşğul olub. Boksa? Bəli, boksla məşq edirik. Bir də trenajör falan böyle. Hə, fitness. Biraz ucadan danış. İnşallah ki, bu sənin ilk yarışındır, yoxsa ikinci yarışındır? Almaniyada ilk yarışımdır. İlk yarışındır. İnşallah sənə uğurlar arzulayırıq. Təəssüratları necədir? Nə fikirləşirsən? Uda bilərsən, rəqib haqqında məlumatın var, kimlə döyüşəcəyin bilirsən? Bəli, rəqib bir Alman müəllimdir. Məncə tələbəsi də Almandır yəni, yoxsa? Bəli, o özü. Hə, özü, hə, vuruşacağın rəqibin Almandır. Hə, çox gözəl. İnşallah ki, sənə uğurlar arzulayırıq. Səndən qələbə gözləyirik. Amma udsan da uduzmasan da fərqi yoxdur. Cəsarətinə halal olsun sənə.
Çox şükür. İnşallah ki qalib olasan, sən və sənin simanda bütün soydaşlarımız sənə uğurlar arzulayırıq. İnşallah sağ ol. Səni çox tutmayım, siz döyüşə hazırlaşırsınız. Uğurlar sənə. Və dostlar, artıq boks yarışları da başlayır ringdə. Komm! Einmal rein nur! Habt ihr schon ab? Ey, noch 5 Sekunden, gib Gas, Junge! Hier rein! Schneller! Demək dostlar, bizim bu yarışın yan hakimlərindən də bizim soydaşımızdır, Pərviz qardaşımız. Xoş gördük. Necəsiz? Necə gedir yarışlar? Bir ədalət təmsilçisi olaraq necədir? Bizə sizə təşəkkür edirik. Doğrudan da soydaşlarımızın bu qərib ölkədə uğurlarını görəndə mən çox sevinirəm. Başda Ağaəli bəy olmaqla sizlərə, hamınıza təşəkkür edirəm. İnşallah ki, soydaşlarımız birazdan başlayacaq döyüşlərə, onlara da uğurlar arzulayırıq. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Təşəkkür edirəm, sağ olun, çox sağ olun, var olasınız. Dostlar, demək, bizim soydaşımız İlkin Aslanovun face konferansı var rəqibi ilə. Bu kəmər bizim Azərbaycanlıya məxsus olacaq, ümidvarıq. Və onun rəqibi və Und nochmal einen großen Applaus für die beiden Kämpfer. İlkin, İzzət. İzzət. Uğurlar hər iki rəqibə. Gələcəyin çempionları. Hə, dəyərli dostlar, demək dediyimiz kimi yarışda vuruşacaq digər soydaşlarımız da buradadır. Hamısı yeniyetmələr, gənclərdir. Mən onları da istəyirəm sizlərlə tanış eləyim. Salam. Salam. Özünü təqdim elə öncə. Əli Quliyev, 17 yaşım var və bir ildir Stort klubunda məşq edirəm. Maşallah. Nəticələr var, yoxsa vuruşmusan, yoxsa ilk yarışdır? İlk yarış. İnşallah. Necə hazırlıq, necə gedib? Qəşəng gedir. İnanırsan ki, çempion olacaqsan? İnşallah. İnşallah. Sənə uğurlar arzulayıram. Səni çox tutmayım. Hava soyuqdur. Yarışa hazırlaşsan, uğurlar. Sağ ol. Səndən qələbə gözləyirik. Öpürəm. Növbəti dostumuz, soydaşımız, buyur. Salamünaleyküm. Adım Sadiq Babayev. 16 yaşım olacaq oktyabrda və İnşallah. bir ildir mən də boks fəaliyyətindəyəm. Hə. İlk yarışdı yoxsa? İkinci yarışım. Ha, necə gözəl. Birinci yarış necə keçdi? Yaxşı, normal keçdi. Qalibiyyət yoxsa? 6 kilo çox idi ya, biraz. Olsun, canın sağ olsun. Hələ sənin gələcəyin qabaqdadır. İnşallah sənə uğurlar arzulayırıq. Millətimizi, xalqımızı layiqincə burada təmsil edirsiniz. Sizlərə çox sağ ol deyirik. İnşallah Allah yolunuzu açıq eləsin. Qələbə səndən olsun. Buyur əziz dostum. Mənim adım Anar Ağayev. Hə. Mən Stort Fight klubunda məşq edirəm. Mənim 15 yaşım var. Bu da 3-cü yarışımdır. Aha. Əvvəl iki yarışı necə keçdi? Nəticə oldu? Çempion yoxsa neçənci? Birinci yarış uduzdum, ikincisində uduzdum. Ha, nə gözəl. İnşallah ki bu yarışda sənə qalibiyyət arzulayırıq. Necə fikirləşirsən? Necə hazırlığın necə keçib bu yarışa? Çox yaxşı keçibdi. Hə? Mən qulaq asmışam, müəllim səbət veribdi. İnşallah bu yarışda. İnşallah sənə uğurlar arzulayırıq. Səndən qələbə gözləyirik. Çox sağ olun. Bizim fəxrimizsiz. Allah sizləri qorusun. Dostlar, demək Ağaəli bəyin qardaşımızın zalında bildiyiniz kimi təkcə bizim soydaşlarımız deyil, digər xalqlardan da olan insanlarımız da var. Onlar da bugün döyüşlərə çıxacaq və bugün bizim yanımızdadır. Tahir, buyur, qardaşa salamla mənim adımdan. Öz haqqında danışsın, adın, familiyan. Как тебя зовут, сколько тебе лет, сколько ты занимаешься тут, какой у тебя бой?
Зовут Владислав, 19 лет, занимаюсь в Fight Club Штольце уже год. Сейчас буду проводить свой 6-й бой, настрой супер и настроение также самое. Çox gözəl. Tahir nə dedi? Qardaşımız demək istəyir ki, bugün 6-cı yarışı, 6-cı boyudur. Polnu nastroyla çıxıb vuruşmaq istəyir. Hazırlayışıq. İnşallah. Əvvəlki yarışları necə keçib? Əvvəlki yarışda сколько у тебя было побед, поражений? 2 победы, 2 ничьи, 1 поражение. 2 qələbə, 2 dənə İki heçicə, və- bir dənə də uduzub təəssüf. Tamam, olsun. İnşallah bugün udar. İnşallah. Hamımız Ukraynalıdır dostumuz. Slava Ukrayna. Uğurlar arzulayırıq. İnşallah çempionu səndən gözləyirik. Belə. Спасибо. По-любому. Növbəti dostumuz gəlsin. Bax bu da dostumuz Ukraynada. Maşallah boya bax ki. Zver. Меня зовут Сергей, мне 17 лет, я занимаюсь в Fight Club Штольц 4 месяца, провел уже 1 бой на прошлой неделе, и мой бой завершился победой. Надеюсь на успехи в жизни, в спорте, в боксе и на успехи клуба, в котором я занимаюсь. Nə deyirsən? Qardaşımızın adı Sergey, 17 yaşı var. Bugün ikinci yarışıdır. Keçən həftə bir dənə yarış olmuşdu, onu da qələbə ilə udmuşdu. Bugün də inşallah udmağa hazırdır. 4 ayda məşq eləyir və Çox gözəl. udmağa hazır. İnşallah Dostumuz udar. inşallah biz ona Хочу поблагодарить тренера Галия Лишева и Джавада за то, что они тренируют нас и верят в нас и поддерживают нас. Bizim çox gözəl müəllimimizə təşəkkürlər bildirmək istəyir Ağali Alışova və həmçinin də onun ikinci bizim müəllimimizə, onun yardımçısına Cavada demək istəyir ki, hamısına çox təşəkkürlər ki, bizi çox gözəl hazırlaşdırırlar bu yarışlara. İnşallah hamımız olanı başdan sadəcə ucağa görərik. qaldıracaq. İnşallah bizə təşəkkür edirik, bizə sənə uğurlar arzulayırıq. İnşallah ki çempionsan, Slava Ukrayna, Udaçi. Təşəkkürlər. Sağ olun dostlar. Hə dostlar, demək bir də soydaşımız var, amma Ukraynada yaşayıb, orada böyüdüyü üçün Azərbaycan dilini bilmir. Salam. İlk öncə özü haqqında danışsın. Расскажи о себе, сколько лет и сколько выступаешь. Мне 12 лет. Я Ucadan danış biraz. Biraz ucadan danışsın. Громче. Я Тургай, мне 12 лет. Я раньше еще не выступал. Сегодня будет мой первый бой. В принципе, я занимаюсь 1,5 года, но в моем старом клубе еще не было боев. Хорошо, что я пришел сюда, в Штольц клуб, и занимаюсь тут уже 2 недели, и мне допустили бой. Tamam. Nə dedi? Deyir ki, adı Turqaydı, 12 yaşı var. Bir ildən çox məşq eləyir və şaddır ki, bizim kluba gəlib və 2 həftədir bizimcə klubda məşq eləyir və şaddır ki, yəni döyüşü olacaq. Həm də Çox gözəl. İnşallah biz də ona uğurlar arzulayırıq. Çempionluq gözləyirik ondan. Uğurlar sizə. Təşəkkürlər gənclər. Biz sizlə fəxr edirik. Yaşasın Azərbaycan. Və dostlar, gecənin əsas döyüşünün iştirakçısı, bizim fəxrimiz. İnşallah ki, biz ondan böyük qalibiyyət gözləyirik. Gecənin döyüşü, kəmər döyüşünün iştirakçısı İzzət qardaşımız yanımızdadır. İzzət Aslanov buradadır. Onun da fikirlərini alaq. Birazdan hansı ki gördünüz face konferans oldu üz-üzə rəqibi ilə. Ukraynadan gəlmişəm, Odessa şəhərindən. Mən həmişə futbolla məşğul olmuşam. İndi də Germaniyaya gələndə boksa başlamışam. Tamam. 1 ildə başlayıram boksa. Fight Club Штольца 3 dənə qələbəm var. Bir dənə də udmuşam. Olsun. Bugün də axşam inşallah Kəmər döyüşü keçirdəcəksən. İnşallah qələbə ilə. İnşallah qələbə ilə. Rəqibin haqqında nə deyirsən? Rəqibi necə tanıyırsan? Rəqibin haqqında məlumat varmı? Rəqiblə bir dəfə dalaşmışam, döyüşmüşəm. Yarış olaraq yoxsa sparring olaraq zalda? Yarış olaraq. Tamam. Və qələbə çalmışam. İnşallah bugün də qələbə çalaram. İnşallah. Sənə uğurlar arzulayırıq. Səndən qələbə gözləyirik. Olmasa da yenə də canın sağ olsun. Gəncsən. Sənə böyük uğurlar arzulayırıq. Hər bir halda sən bizim fəxrimizsən. Ona görə ki, sən özündə bir cəsarət toplayırsan, bu yarışı toplayırsan, iştirak edirsən və Azərbaycanımızı təmsil edirsən. Təşəkkür edirəm sənə. Uğurlar arzulayıram sənə. Və digər soydaşımız bugün kəmərdən sonra növbəti əsas döyüşə çıxacaq. Hansı ki, kubok döyüşü çıxacaq. Özünü təqdim elə. Məhəmməd, 14 yaşım var.
Ve bugün Enerven Master düştü. Hə, Almaniya kuboku üzrə neçə ildir məşğul olursan? 2 il. İndiyə kimi hansı döyüşlərin olub, yarışların olubmu? Aha, bir 3 sene sunmuşum, bir tane sunmuşum. Bir döyüş uduzmusan. Bu yarışa necə hazırlıq necə keçdi? Yaxşı. İnanırsan özünə? İnşallah sənə uğurlar arzulayırıq. Biz də sənə inanırıq. Ümidvarıq ki, sən də o kuboku götürəcəksən. Fəxrimizsən, uğurlar, yolun açıq olsun sənə. Təşəkkürlər. Bizim klubun idmançıları hazırlaşır. Hamısı buradadır. Uğurlar uşaqlar hamısı. Və hal-hazırda Ukraynalı dostumuz çıxır döyüşə və hazırlıq gedir. Onun üçün biz də ən yaxın planda götürək dostumuzu və bizimkilər çıxır. Der Sieg geht an die rote Ecke. Təbriklər, əla! Qəşəng! Təbriklər! Haydi Əli, uğurlar sənə. Səndən qalibiyyət gözləyirik. Və An die rote Ecke, Ivanuri. bizim balaca soydaşımız, mən sonradan bildim ki, bizi vuruşan Azərbaycanımız. Salam gözəl oğlan, necəsən? Sənin adın nədir? İsmail. Çempionsan sən. Təbrik edirəm səni, ay İsmail. Yamaç elim səni. Maşallah. Növbəti soydaşımız döyüşə çıxır dostlar. Qaqam sənə uğurlar. İnşallah Allah səninlə olsun, qalibiyyət səndən gözləyirik. Əşək! Qəşəng! Ana! Ana! Unentschieden. Ana! Ana! Əla! Hakimlər bərabərliyi qeydə aldı və növbəti döyüş.
Sadiq. Qəşəng. Endet mit einem Unentschieden. Növbəti idmançımız döyüşə çıxır, Eşkin. Haydi. Eşkin. 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 Canın sağ olsun qaqam. Növbəti soydaşımız döyüşə çıxır. Bu zərif cinsin nümayəndəsidir. Maraqlı döyüş olacaq inanırıq. Qəşəng, bayta, bayta. Ay su, ay su. Əlləri qaldır. Tamam, tamam, tamam. Əlləri qaldır, əllər yuxarıda işdə. Qəşəng, bayta, qabaq əllə davam elə, qəşəng. Qəşəng. Qəşəng, davam elə, qabaq əllə, qabaq əllə, qabaq əllə. 1-2, 1-2. Break. Ay su, ay su. Ay su, halal olsun. Kubok döyüşüdür. Məhəmməd Nəsrov Məhəmməd indi ringə çıxacaq və arxada görürsünüz. Məhəmməd! Məhəmməd! Qəşəng. Haydi canavar. Qəşəng. Qəşəng. Hey! Haydi! Qəşəng. Getdi. Ya Allah. Qəşəng. Bir də. Bayta. Qəşəng. Qəşəng. Davay. Qəşəng, davay. Qəşəng, qəşəng, qəşəng. Onda yapış, onda yapış. Qəşəng. Muhammed, Muhammed. Aga, aga, aga. Qəşəng. Keçən əsas döyüşlərindən biri oldu. Məhəmməd qardaşımız qalib oldu. Təbrik edirik. Təbrik edirəm səni əzizim. Qarabağ Azərbaycan. Təşəkkürlər. Var ol. Für die blaue Ecke
Növbəti soydaşımızın döyüşüdür. Haydi canavara. Qəşəng, qəşəng, Vayta. Əla. Ay, sağ ol. Super. Qəşəng. Qəşəng. Halaldır, qəşəng. Haydi canavar. Meine Damen und Herren, der Kampf endet mit einem Unentschieden auf Təbriklər, təbriklər, qəşəng. Əla, əla, əla. Və gecənin əsas döyüşü. Kəmər döyüşü. Və bizim Azərbaycanımızın himni səslənəcək dostlarımız. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladı şanlı vətənim. Azərbaycan, Azərbaycan. Və gecənin döyüşü başlayır dostlar. İzzət, 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 İzzət. Ya Allah. Sakit, sakit işte. O saxla elə onu orada, qoyma çıxsın. Qəşəng. Runde 2. Bırakma, devam elə. Vayta, bir də, devam elə.
Reşit ne var öyle? Qəşəng. Für den Titelkampf geht an die rote Ecke. İzzet. Ben senin boşsun. Al bunu çık oraya. Təbriklər. Und es geht auch schon weiter. Təbriklər. In der Frauenecke. Təbriklər. İzzət, təbrik edirəm səni. Sən bizim fəxrimizsən. İnşallah səsin daha da ucalardan gəlsin. Bu gözəl sevinç bizə bəxş etdiyin bu qərib ölkədə sənlə fəxr edilir və sənin müəlliminlə. Hər halda ümidvaram, bayaq müəllimin də demişdi, sənin də ürək sözlərin var, bu qalibiyyəti həsr eləyirsən. Buyur. Qələbəmiz rezervə həsr edir. Çox gözəl. Təşəkkürlər, təbriklər. Azərbaycan. Qarabağ Azərbaycandır, əla. Təşəkkürlər. Növbəti döyüşçüsünün döyüşüdür. İdmançımızın növbəti döyüşüdür bizim klubun. Qəşəng! Der Kampf endet mit einem Unentschieden. Haydi dostlar. Əzamin! 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 Sağa sola. Paslarını fırla. Sağ sol.
Runde 2. An die blaue Ecke. Canın sağ olsun, hər zaman. Dostlar, soydaşımızın rəqibi gəlmədi. Rəqibi gəlmədi. Əli! 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 Son döyüşdü dostlar. Soydaşımız vuruşacaq. Və bizim soydaşımız Tahir! Tahir! Qəşəng! Der letzte Kampf des Abends endet mit einem Unentschieden. Hə, dəyərli izləyicilər, yarışımız sona çatdı və növbəti xəyallarımın ardınca verilişin sonuna gəlib çatdıq və mən bu yarışın və bu gecənin əsas döyüşünün qaliblərlə bir yerdəyəm hal-hazırda. İlk öncə kubokun sahibi, hər ikisi yeniyetmədir. Məhəmməd Ukraynadan gəlib və ona görə də biraz Azərbaycan dili çox zəifdir. Ona görə də o bildiklərini, fikirlərini rus dilində səsləndirəcək. Səni ilk öncə təbrik edirəm. Gözümüz aydın olsun. Bu gecə də əsas iki döyüşdən biridir ki, sən buna qalib oldun. Biz də çox sevinirik. Azərbaycanlı olaraq, millət olaraq bayrağımızı qaldırdın. Buna görə sənə təşəkkür edirik. Gələcək yarışlarda sənə uğurlar arzulayırıq. Sənin öz fikirlərin, hisslərin necə keçdi döyüş? У меня все пошло как мы планировали с тренером. Все пошло так, как надо. Heç bir travma falan yoxdur. Əsas odur və bir də demək istəyirdin. Я посвящаю эту победу нашему президенту. Təşəkkürlər və bilirsiniz də yarışımızın da adı Dəmir yumruğu idi. Bizim 2-ci Qarabağ müharibəsində cənab prezidentin əsas önəmli bir hərəkət idi, əl hərəkəti idi. Bununla bağlı keçirildi yarışımız. Təbrik edirəm səni bir daha. Sənə uğurlar arzulayıram. Gələcək yarışda daha da səni böyük uğurlar, dünya, Avropa və Olimpiya çempionları, peşəkar boksda uğurlar arzulayırıq. Öpürəm səni, təbrik edirəm və gecənin əsas çempionu, kəmərin sahibi İzzət qardaşımızla bərabərik. Salam İzzət, necəsən? İlk öncə mən səni təbrik edirəm bu gözəl qələbə münasibəti ilə. İnşallah ki, gələcəkdə daha da böyük uğurlar əldə eləyəsən. Çox sevindirdin bizi. Kəməri qazandın, bayrağımızı qaldırdın, himnimizi oxudurdun. Qürur verici an idi. Buna görə mən sənə təşəkkür edirəm. Sənin öz təəssüratların, fikirlərin necədir? Necə keçdi döyüş? Ağır oldu mu? Buyur, öz fikirlərimi bölüş. Çox sağ olun. Çox sağ olun, təbriklər ki. Biraz ucadan danış. Öz fikirlərini bildir. Necə keçdi döyüş? Ağır keçdi. Döyüş çox yaxşı getdi. Aha. İkinci raundda mənə pek qaraciyər keçir, vuruldu. Aha.
İstədiyim kimi keçdi döyüş. 4-cü raunda qurtardı və mən qələbə Və qalib oldun. Çox şükür olsun. Təbrik edirik səni. Və bu bilirsən də bizim yarışımızın adı da Dəmir Yumruqdur. Sənin də öz fikrin var. Buyur sən də öz fikrini bildir. Cənab prezidentimizə təsir edirəm. İnşallah ayı elçiləri bildirmişlər. İnşallah. Təşəkkür edirik biz də sənə bu gözəl qələbə münasibətilə. İnşallah sənə gələcək yarışlarda uğurlar arzulayırıq. Sən və sənin simanda digər soydaşlarımız hər biriniz bizim fəxrimizsiniz. İnşallah səsiniz daha da ucalardan gəlsin. Təşəkkür edirəm bir daha uğurlar, təbriklər. Bax belə növbəti xəyallarımın ardınca verilişin növbəti buraxılışı bax belə sona çatdı. Ümidvaram zövq aldınız idman sevərlər, idmançı dostlarımız. Çox qürur verici bir gün oldu. Azərbaycanımızın bayrağı qərbi ölkədə qürbətdə dalğalandı, himnimiz səsləndi. Buna görə təşkilatçı olaraq başda Ağəli bəyə özlərinin təşəkkürümü bildirirəm ki, doğrudan da gözəl bir təşkilatçılıq etdi, gözəl bir yarış keçdi. Hamımız məmnun olduq. Təşəkkür edirəm sizlərə dostlar. İnşallah xalqımız hər zaman bax belə sevinsin. Növbəti xəyallarımın ardınca verilişin növbəti buraxılışlarında görüşmək ümidi ilə hələlik deyirəm. Sağ olun.